Nizami rayonunda, Bonadea Hospitalının yaxınlığında, Çobanzadə küçəsində yerləşən sərfəli və rahat mənzil satışa çıxarılıb. Mənzil yerləşmə baxımından olduqca əlverişli ərazidədir. Qara Qarayev metrosuna təxminən 10 dəqiqəlik məsafədə yerləşir. Ətrafda poliklinika, bağça, məktəblər və digər vacib infrastruktur mövcuddur. 5 mərtəbəli yeni tikili binanın birinci mərtəbəsində yerləşən mənzil ümumilikdə 50 kvadrat metr sahəyə malikdir və bir otaqdan ibarətdir. Mənzil rahat yaşayış üçün tam hazır vəziyyətdədir və bir çox üstünlüklərə sahibdir. Mənzildə ümumilikdə 2 kondisioner quraşdırılıb. Eyni zamanda evdə 2 paltar yuyan maşın və istilik üçün kombi sistemi mövcuddur. Binanın məhləsindən avtobus fəaliyyət göstərir ki, bu da nəqliyyat baxımından əlavə rahatlıq yaradır. Sənədlər tam qaydasındadır. Mənzil kupçalıdır. Qiyməti 133 min manatdır. Ətraflı məlumat və baxış üçün ekrandakı nömrə ilə əlaqə saxlayın.